Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hər sahurda istəyib bu içəcəyi etiyabini hazırladıq. Ayətə görə Peyğəmbərimiz sahuru yalnız bununla edərdi. Dəhşət ləzzətlidir, dünən sahurda yalnız bir stəkan etiyabini içmişəm. Hazırlanmasını açıqlama bölümündə qeyd edəcəm, gəlin sizə bunun faydalarından danışım. Faydaları say bitməz. İlk öncə onu deyim ki, cildinizə çox gözəl təsir bağışlayır. Cildinizin rəngi açılır və səpki sızanaqlara qarşı birbaşa mübarizə aparır. Bu qarışım vücuda enerji verir. Gün ərzində sizi tox tutur və daha dayanıqlı olmağınıza kömək eləyir. Halsızlığa qarşı birbaşa mücadilə edir. Xurma və süd protein baxımından çox zəngindir. Bir də siz bunun qarışımını özünüz düşünün. İnanın, bir stəkan etiyabını içdim və sahurda başqa heç bir şey yemədim. Gün ərzində özümü daha gümrah hiss etdim. Düşünürdüm ki, acaram, amma qətiyyən aclıq hiss etmirəm. Bunu sınamaq üçün etiyabindən başqa bir sahurda heç nə yeməyin. Rəbbim tutduğunuz orucları, ibadətinizi ali dərəcədə qəbul etsin. Etiyabini mütləq siz də hazırlayın, özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.